Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar. Bu günləri biz tələbələrə, yeni tələbələrə məlumat videosu paylaşacağıq. Buradan tələbə qazananları təbrik edirik və həmçinin sizlərə məlumat verəcəyik burada. Deməli, əgər siz universitetə qəbul olubsunuzsa, bu videonun sonuna qədər izləyin ki, universitetdə siz belə deyim də məlumatlı bir şəkildə daxil olun. Burada biz nələrdən danışacağıq? Deməli, birinci kurs, semestrlar, imtahanlar, kəsirlər, belə danışacağıq inşallah. Həmçinin də kreditlər haqqında da danışacağıq. Belə. Həmçinin sizə məsləhətlər verəcəyik. Universitetdə bu çevrə məsələsi də, dost və yaxud yaxınlıq məsələlərində hamısını danışacağıq inşallah. Ki, həmçinin burada Əhməd Əli də bizdəndir. Özü 4-cü kursdur. Özü də 4-cü kursdur. 4-cü kursa keçib, sonuncu kursudur. Harada oxuyurdun? Dövlət Gömrük Təqdim elə Komitəsi. özü, zəhmət olmasa. Dövlət Gömrük Komitəsinin akademiyasında. Neçənci kursdan? 4-cü kurs. Aha. Tanıyırlar da, keçən videoda görüblər. Aha, bəlkə başqası baxacaq. Hər nəysə. Biz davam edək. Gəlin ilk növbədə biz danışaq ki, siz neçə sentyabrda, 15 sentyabrda siz universitetə gedəcəksiniz, düzdürmü? O qədər də yəni abartmayın universitet. Yəni ola bilər sizin gözləntinizin qarşılığını verməsin. Başa düşdünüzmü? Yəni öz gözünüzdə çox da böyütməyin universiteti. Yəni dəhşət dərəcədə sumka falan aparmaq lazım deyil birinci deməli dərs günündə. Ümumiyyətlə birinci dərs günü ancaq sizi yerləşdirmələr, qrupları bölmək və s. bu intervalda olacaq da belə deyək. Yəni sumkadır, dəftərdir, bunları aparmaya ehtiyac yoxdur. Ola bilər bir dənə dəftər ola bilər qeyddə. Onsuz da bu bir nəfər elə aparsa bəs edəcək. Onsuz da qrupa məlumat, qruplar yaranacaq və s. və ilə axır. Ona görə yəni lazım deyil də, yəni dəftər aparım, ruska aparım, nəsə aparım, qələm aparım. Ehtiyac yoxdur bunlara. Deməli bir kurs 2 semestrə bölünür. Məsəl üçün bir semestrdə siz dərslər keçirsiniz, müəyyən dərslər keçirsiniz, 5, 6 indi ixtisasdan və universitetə görə bunlar da dəyişir. Sonra imtahanlar da var, semestr aralığı imtahanlar. Nə deyirlər onlara? Midterm və yaxud da kollektum. Hə, kollektum. Məsələn bizdə bir dənə kollektum var. Məsələn elə olmasam Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 dənə kollektum var. Hər ay bir dənə kollektum verir. Kollektum nədir? Məsəl üçün Kollektum semestr daxili imtahanlardır. Onların nəticəsində sizin imtahana giriş balı əlavə olunur. hə, belə. Həmçində sizlə dərs danışırsa, qiymətdə gəl elə geniş danışaq da. Məsələn, sizin o verə deyək də akademik balınız necə formalaşır? Gəl ondan izah eləyək. Məsələn, bir kursdur, 2 semestrdən ibarətdir, düzdürmü? Məsələn, birinci semestrdə siz 6 dənə belə deyim, fən keçirsiniz, düzdürmü? 6 dənə fən, məsələn, bir semestr gəlir yanvarda olur da imtahan hardasa, yanvar, fevral aylarında da belə. O aya qədər siz 6 dənə dərs öyrənirsiniz, həm dərs danışırsınız, həmçində midterm və yaxud kollektum verirsiniz. Dərs danışırsınız deyəndə ki, ümumiyyətlə dərs 2 yerə bölünür. Mühazirə, seminar. Mühazirədə müəllim sizə dərsi izah edir, müəllim danışır, siz qulaq asırsınız. Seminarda da müəllim mühazirə danışdığı şeyləri sizdən soruşur, sual cavab edir və qiymət verir, yazır. Seminarda qiymət alırsınız, mühazirədə dərs öyrənirsiniz. Belə. Yəni mühazirədə öyrəndiklərinizdən ondan sual cavab nəticəsində seminarda qiymət alırsınız. Bəli. Müəyyən fənlər daxilində laboratoriya dərsləri olur. Bura keçərsən, mövzu məlumat verir. Laboratoriya dərsləri olur. Üçüncü qonağımız da var, prosto orada oturub. Təşəkkür edirik ona, əlavə məlumat üçün. Hə, onu sən yenidən denəndə birdən eşitməsən də. Birdən eşitməmişsiniz deyə mən də yenidən Yox, deyirəm ki, təzədən denəm, eşitməyəcəksən onu. Mikrofon uzaqdan. mikrofon uzaqda deyil təsdiq. Hə, yaxşı da, denən laboratoriya. Yəni bəzən müxtəlif dərslərdə laboratoriya dərsləri də ola bilər ki, laboratoriya keçilməsi əsasında, yəni seminar qiymət alasınız. O da ola bilər. Yəni fəndən fənnə dəyişir. Bir də məsələn universitetdə də dəyişir. Məsələn bizdə mühazirə ilə, daha doğrusu mühazirə, seminarla mühazirə eynidir məsəl üçün. Həm müəllim dərs danışır, həm də biz dərs danışırıq. Elə məsələn Bakıslavyanla elədi, ADU da elədi. Digər universitetlərdə ayrı ola bilər. Belə bunlar burada siz nəticə toplayırsınız, bal toplayırsınız. Həmçinin sərbəst işlər də var. Bunu siz həm Word formasında hazırlaya bilirsiniz. Onsuz da bunlardan məlumatınız daha geniş olacaq universitetə qəbul olduqdan sonra. Deməli Word, həmçində siz deməli nə yığırdılar? PowerPoint-də Slide yığırlar. Aysa slide yığıb təqdimat edirsiniz. Onun üzərindən orada bal verirlər. Ümumilikdə bunlar nəticədə sizin semestr balınızı formalaşdırır. Məsəl üçün deyək sizin keçid ballarınız olur, bir də imtahanda yığdığınız ballar olur. Sən məlumat ver vaxtı. Ümumilikdə bir fənn üzərindən maksimum 100 bal toplaya bilərsiniz. Bu 100 baldan 50 bal imtahana qədər toplayırsınız. Qalan 50 bal isə imtahan təşkil edir. İmtahana qədərki 50 bal haqqında məlumat verilir. Yəni bura aid seminar qiyməti, sərbəst iş qiyməti, davamiyyət qiyməti və s. Yəni ki, bu universitetə dəyişə bilər. Digər qalan 50 bal isə sabit olaraq bütün universitetdə, yəni imtahan nəticəsində. İmtahanda əsasən belə olur ki, 5 sual olur hər fəndən. Hər sualı 10 baldan sistemdən qiymətləndirilir. Ümumilikdə 5 sualdan maksimum 50 bal toplaya bilirsiniz imtahandan. Beləcə yəni ümumilikdə bir fənn üzrə 100 bal üzərindən nəticə göstərirsiniz. Belə.
Öz təqaüd almır, nə də təqaüd. Gözlə. Təqaüd almıram, amma təqaüddən danışım sizlər üçün. Deməli, təqaüdə necə düşə bilərsiniz? Ödənişsiz oxuyursunuz, sonrasında üniversitə qəbul olan kimi sizə təqaüd verilir. İlk semestr təqaüd alırsınız. Bəli. İlk semestr, sonra isə sizin ballarınıza uyğun olur. Məsələn, deyək siz 1-ci semestrdə deyək bal toplayıbsınız və məsələn Ballarınıza uyğun olmayanda ki, o hansı ballar bayaqki dedim, hər fənd 100 bal üzərindən dəyərləndirilir. Hər fəndən 100 ballıq sistemdən bal alırsınız və yekunda, semestrun yekununda həmin ballara nəticəsinə uyğun olaraq növbəti semestrdə təqaüd alacaqsınız, almayacaqsınız, hansı təqaüd alacaqsınız. Yəni o ballarınız, yəni təqaüdünüz də müəyyənləşdirilir, belə deyək. 51 plus keçirsiniz, həmçinin kəsirdə deyək, o söhbət var idi. Neçə plus? 34 plus 17. 17. Yəni imtahandan 17-dən aşağı çıxsız kəsirsiniz avtomatik. Bəli. Onu geniş izah edəydi. Onu başa düşmürlər bəziləri. 34 məsələn keçid balınızda 34 aşağı da ola bilər. Amma imtahanda minimum olaraq 17 bal yığmalısınız. Elə bil ki, minimum olaraq imtahanda 17 bal yığmalısınız. Ümumilikdə isə 51 bal yığmalısınız ki, siz imtahanı buraxılasınız da, yəni belə deyim də, həmin fəndən kəsilməyəsiniz, belə deyək. 51-i keçsiniz, əgər stipendiya yeri sizdə çoxdursa, 51 keçən kimi stipendiyaya düşə bilərsiniz. Əgər yox, azdırsa, məsələn deyək 10 nəfərdirsə, ilk ən yüksək 10 tələbəyə veriləcək stipendiya, belə deyək. Təqaüd 3 yerə bölünür. Adi təqaüd növü var, zərbəçi və əlaçı var. Adi təqaüd nədir? Adi təqaüd odur ki, sizin bütün fənləriniz 51 plusda siz adi təqaüdə düşürsünüz. Zərbəçi təqaüd nədir? Zərbəçi təqaüdündə sizin bütün fənləriniz 71 plus olmalıdır və minimum bir fəninizdə 91 plus olmalıdır ki, siz zərbəçi təqaüdü alasınız. Əlaçı təqaüdündə isə sizin bütün fənləriniz 91 plus olmalıdır ki, siz əlaçı təqaüdü alasınız. Bu qədər. Nə qədərdir indi bu təqaüd? Məbləğlərdə adi təqaüd 110 manatdır, zərbəçi təqaüd 160 manat, əlaçı təqaüd 200 manat, amma burada 200 manat komissiya tuturlar, bəli. Belə. Gəlin könüllülük haqqında danışaq. Özünüzü inkişaf etdirmək üçün bəzi amilləri desin. Deməli, Məhəmməd bəy, buyurun. Kameraya düşmək istəmirəm, amma Bakı Dövlət Universitetində oxuyur. Buyurun, könüllülük haqqında danışın. Salam gənclər, hər vaxtınız xeyir olsun. Mən Məhəmməd, Bakı Dövlət Universitetindən məzun olmuşam bu illəri. Könüllülük haqqında sizə istəyirəm bir-iki məlumat verim və əsas nüansları qeyd edeyim. Könüllülük sizi fərqli bir pəncərədən baxmağa köməklik göstərəcək. Hansı ki, siz universitetdə oxuduğunuz 4 il müddətində özünüzü fərqli inkişaf inkişaf etdirə bilərsiniz və bunun nəticəsini siz gələcək karyeranızda böyük ölçüdə görəcəksiniz. Könüllülüyün sizə olan 3 tövbəsini deyim. İlki, insanlarla ünsiyyət qurma bacarığınızı gücləndirirsiniz. Networking anlayışınız, kommunikasiya bacarıqlarınızı yüksəlir. Digəri texniki bacarıqlarınız, hansı ki, soft skill adlanan bacarıqlar, yumşaq bacarıqlar, onları formalaşdırırsınız və bu da sizə gələcəkdə korporativ bir mühitdə çalışarkən böyük ölçüdə kömək olacaq. Digər bir tərəfi də fərqli mühitlərdə fərqli təcrübələr toplayaraq öz inkişafınıza tövbə verirsiniz. Yəni bütün bunlar hamısı birlikdə universitet həyatınızı formalaşdırır əslində. Yəni bu 4 il müddətində siz geniş təcrübələr toplayırsınız və bunların hamısı sizə böyük ölçüdə köməklik olacaq. Belə uşaqlar, yəni yeni insanlar tanımaq həqiqətən çox gözəldir. Həmçinin kommunikasiya aparırsınız, biliklərinizi yeniləyirsiniz, bilmədiyiniz informasiyanı onlardan alırsınız, siz də onun bilmədiyi informasiyanı verirsiniz. Beləcə inkişaf eləmiş olursunuz. Qısa desə, indi bu qədər sizin gözünüzdə bilmirəm nə qədər yaxşı görsənir bu. Həmçinin də dil bacarıqlarınız təkmilləşir də. Yəni düzgün danışıq və s. Son bir şey qeyd etmək istəyirəm. Buyur. Son bir şey qeyd etmək istəyirəm gənclər. Sizə tövsiyəm odur ki, hər qarşınıza çıxan proqrama müraciət etməyin. Mümkün qədər araşdırın, sizin əlaqə səviyyəsini dəyərləndirin və sizə tövbə verəcək proqramlara qoşulun. Bundan da əlavə olaraq sizə dəyər qatacaq və sizə dəyər verən mühitlərdə olmağa çalışın. Hər birinizi sevirəm, hər birinizi uğurlar arzulayıram. Mən Məhəmməd sizlərdən biri. Təşəkkür edirəm. Sağ olun Məhəmməd. Təbii, sağ olun. Sən də müəllim olduqca da bu vaxtlarda. Sağ olun. Bir də uşaqlar, hamı ilə tanışlıq qurmayaq, xahiş edirəm. Çox yaxınlıq qurmayaq. O məsələ haqqında danışmaq istəyirsən, yoxsa hamı ilə yaxınlıq qursunlar elə? Yox, Qurmayın. O haqqda danışdın, 4-cü kurs tələbəsən, nə qədər adam görürsən? Universitetdə uşaqlarla. Yaxınlıq qurun bufetin işçiləri ilə, məsəl üçün. Yox, həqiqətən lazım olur. Bufetin işçiləri ilə lazım olur yaxınlıq qurmaq. Qrup yoldaşlarınızdan bir sürü nəfər olur. İndi qrup yarandı, indi başlayır da təhsil həyatı. İnan ki, o birinci günlərdə yaxınlıq elədiyiniz adamlar 3-cü kursda düşmə olasınız da bəlkə də. Heç yəni yaxınlığınız olmayacaq. Ona görə elə birinci kursdan belə onunla yaxınlıq eləyən kimi belə o birisi uşağın belədir, o birisi uşaq belədir. Dalıyca toğrayıb tökməyin. Çünki 2 ay sonra o hələ dediğiniz uşaqla yaxın olasınız, onunla olmayasınız. Ona görə belə. Maraqlıdır. Mən indi 2-ci kursa keçirəm. Bunlar daha yaxşı bilirlər. Yəni hamı ilə yaxınlıq qurmaq lazım deyil. Yəni az da o orta belə ciddiyyətlə qurun, nə? Şəki var idi, bir dənə şəki. Şəki səni buradan salamlayıram. Birinci kursda gördüm elə bir yaxşı oldu. Oturdum çay çörək kəsdi elədi. Üçüncü kursda bir dənə kofe istirdim, almırdım. Kəsmə. Kəsdi söhbəti yoxdur. Ya da bunu ayrıca kəsib bir dənə video TikTokda. Yəni uşaqlar real hadisələr əsasında, real hadisələr əsasında şəki sən aşağıdan taq eləyəcəm uşaq şəkinin səhifəsini girib
Yəni uşaqlar yaxşı. Yəni uşaq deməyimiz odur ki, hamı ilə münasibət qurmayın. Yəni tapacaqsınız. Özünüz kimi bir adam tapacaqsınız axırı ki, belə deyim də. Tayınızı tapacaqsınız belə deyək. Amma tələsməyin. Yaxşımı? Birinci kursdan haydi mən də hoppan düş, nəmi? Dostluq və s. və yaxın buna ehtiyacı yoxdur yəni. Çox da yaxınçılıq qurmayın. Yavaş-yavaş. Gec olsun, yaxşı olsun. Qədə-qədə. Gələ-gələ. Sağ olun uşaqlar. Təşəkkür edirəm videonu izlədiyinizə görə. Hava da qaraldı biz videonu Sağ olun, Məhəmmədə təşəkkür edirik. Məhəmmədə təşəkkür edirəm. Sağ olsun. Konu oyuncu kimi